Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov axtarışa verilib. Bu haqda Məş Telegram kanalı məlumat yayıb. Məlumata görə o çirkli pulların yuyulmasına görə axtarışa verilib və onun barəsində qiyabi həbs qərarı verilib. Hüseyn Həsənovu 7 ilə qədər həbs gözləyir. Əməkdar incəsənət xadimi Cavanşir Quliyev özünə məzar hazırlatdırıb. Bu barədə bəstəkar Xəzər axşamında qonaq olarkən danışıb. O bildirib ki, bu addımı atmasına səbəb yaxınlarına əziyyət vermək istəməməsidir. İnsan öləndən sonra heç nə hiss etmir, amma yerdə qalan əziyyət olur. İstəmirəm mən öləndən sonra kimsə əziyyət çəksin. Məzarı çoxdan hazır etmişəm. Bunu mənim kimi edənlər var. Məqsəd evdəkiləri işin birindən azad etməkdir. Yalançı başdaşı da qoydurmuşam ki, heç kim ora girməsin. Hərdən gedib mühəndis gözü ilə baxıram, görüm məzarımda nə çatışmır. Məzar üçün yeri alanda anam hələ sağ idi. Məni tənqid etdi ki, bizdə belə adət yoxdur, etmə. Qardaşım da bizi dinləyirdi. Sonda dözə bilmədi. Söylədi ki, sən ölməyində ol, biz sənə yer taparıq.